Rusiyaya üzərlik otu gətirənlər həbs olunacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyada yaşayan Azərbaycanlı vəkil Ələkbər Qarayev bildirib. Onun sözlərinə görə rus dilində ısırıq adlanan üzərlik otunun tərkibində narkotik maddə karnin və karmanin olması bu otun Rusiya ərazisinə gətirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olub. Vəkil Ələkbər Qarayev bir neçə gün bundan öncə əslən Azərbaycanlı olan Qazaxıstan vətəndaşının Rusiya ərazisində belə halla üzləşdiyini söyləyib. Belə ki, həm yerlimiz Qazaxıstan sərhədindən Rusiya ərazisinə şəxsi avtomobili ilə keçərək Novosibirskə gedib. Novosibirskdə həmin şəxsin bacısı qardaşının yeni avtomobilinə göz dəyməməsi üçün üzərlik qoyub. Həm yerlimiz Qazaxıstana qayıdarkən Rusiya ərazisində avtomobilində üzərlik olduğuna görə saxlanılıb. Onun barəsində həbs qəti imkan tədbiri seçilib. Qazaxıstan vətəndaşı olan Azərbaycanlını 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Vəkil Ələkbər Qarayev Rusiyaya səfər edən azərbaycanlılara nə əl, nə də yük çantalarında üzərlik otu gətirməmələri barədə xəbərdarlıq edib. Əks halda həbslə üzləşəcəklərini vurğulayıb.